Kızı vermediler. Bəli, videonun da əvvəlindən gördüyünüz kimi bu bir elçilik vlogudur. Keçən videomda səsləndirmədə demişdim ki, oğlumuza elçi gedəcəyik. Bugün o gündür. Başladım hazırlaşmağa. Anar gəlince makyajımı elədim. Əynimi geyindim, hazırlandım. Dedim gəlinim üçün balaca bir mini kəpənək buketi hazırlayayım. Bu arada təsadüfən tortumun üzərində zakaz etdiyimiz kəpənəklər belə pəmbişmiş. Mən bundan xəbərim yox idi bu arada. Yəni tortu məhz xanımın öz zövqünə olaraq buraxmışdıq. Sağ olsun çox qəşəng bir tort hazırlamışdıq. Göstərəcəm birazdan. Kəpənək buketimi hazırlayıb bitirəndən sonra keçdim xonçamı hazırlamağa. Belə bir pəmbiş xonçam vardı. İçinə belə bir mişko qoydum, şinyatlar qoydum və Anar gəldi sonunda. Getdik tortumuzu götürməyə. Tortun dadı o qədər gözəldir. Səhifəni aşağıdan etiketləyəcəm. O qədər yüngül tort ki, bütöv tortun hamısını yeyib bitirdik, amma heç də ağırlıq hissi olmamışdı. Və sonunda gəldik, çatdıq qız evinə. Burada mənim minnoş gəlinimi görürsünüz. Allah hər kəsə belə gözəl bir şirin pay nəsib eləsin. Olanların da ballarını saxlasın. Nəysə, bəbişimizlə biraz şəkil çəkdirdik. Yeməyimizi yedik, söhbət elədik. Bu arada bəbişimiz qaynatasına yaman çox yola getdi. Bu da pozaları. Və sonunda qız atası qızını bizə vermədi. Bu da sonuç. Gelmişim. Hadi. Hoş geldiniz. Hoş geldiniz. Niye çözdün onu? Her almağa gelmiştik biz. Almak yoktu, almak getdi. Hə, gəlmişik xatirə. Hoş geldiniz kız. Kızı vermediler. Kızı vermədilər, amma tortumuzu da yeyib bitirdik. Nəysə, sonunda evə gəldik. Biraz makyajımı təmizlədim, üzümü gözümü sildim. Sonra bəbişimə üzümə yağ çəkib yatdım. Gecəniz xeyrə.